Bakın, Azərbaycanda dini həyatın tərkib hissəsinin biri bilsin nədir? Yas dinin parçasıdır. Bax, yas nə deməkdir? Öldüyün pul başlayır. Kəfən pulla. Dəfn edirsən, baxın, Azərbaycanda, əziz dostlar, Azərbaycanda qəbri yeri satılır. Yox, cəmaata bir 40 gün yiyib içmək Bu dini komitara baxır. Torpaq sənin dədənindir, bu adamın atası ölüb də, torpağı buna sən necə sata bilərsən? Belə din ola bilir mi? Deyək ki, Türkiyədə bütün bu işlər havayıdır və həmən o dediyiniz vakfın, bələdiyyələrin hesabına... Bələdiyyə qəbirstanlıqları qoruyur, Kamran bəy, mədəni dünya belə olmalıdır. Gülün çiçəyin içində də hər şey, qəbirlər də bir-birinə fərqli deyil. Baxın, öldüyümü kəfən pulla, yumaq pulla, torpaq yeri pulla, 3 pulla, 7 pulla, 40 pulla, qara bayram, ağ bayram, göy bayram, hamısı... 40'ı bağlamaq var elə. Bax, fikir verin. Sonra birisini bağlamaq. Mərmərlər pulla. Baxın, bunu hər məscidin yanında restoran var bugün Azərbaycanda. Mən də soruşuram, siz Allah Rəsulunun ümmətisinizsə, Allah Rəsulunun məscidin yanında restoran var idi. Bax, Elşad bəy oturub da burada. Bütün ilahiyyatçılara meydan oxuyuram. Allah Rəsulu heç bir ölüyə Quran oxumayıb. Faktınız varsa deyin oxuyun. Amma o ilahiyyatçı deyəndə mən ilahiyyatçıyam da, necə meydan oxursun, mən də o fikirdəyim. Yox, o mən də demirəm. Yəni ki, bu, bütün ilahiyyatçılar sizin kimi düşünmür axı. Bəli, düzdür. İlahiyyatçıların çoxu... İlahiyyatçı deyir ki, Quran oxumasan olmaz deyir. Peyğəmbər heç bir ölünün başında durub təlqin verməyib ona. Adam ölüb, ya ki, adam, düşün, ağıl ölməsi belə bir şeydir, Kamran bəy. Adam ölünün eşitdiyinə inanır. Deyirəm ki, sən bunu diri-diri dəfn eləmişsən. Baxın, Peyğəmbər 3 keçirməyib, məsuliyyətlə söyləyirəm. Əgər fakt olan varsa göstərsin. 7 keçirməyib, cümə axşamı yox, 40 yox. Amma keçirsəydi mütləq keçirməliydik mi? Yox. O da qəşəng sözdür. O da gözəl sözdür. Baxın, Peyğəmbərin hər şeyi sizinlə deyil. Təbii. Peyğəmbər nə yeyib, o məni maraqlandırır. 7-ci əsr və başqa... Peyğəmbərin geydiyini siz Sibirdə müsəlman olan bir adama geyindirə bilərsiniz. O 60 dərəcə şaxtada ərəb kimi necə geyinəcək o? Ya Peyğəmbərin... Məncə, indi Saudi Ərəbistanda da biraz başqa cür geyinsin, o rahat olarlar. İnan, başqa cürdür onsuz da. Onların bu günlərin cələbiyyələri Peyğəmbərin geyindiyi dövrdəki həmin... Təbii, o da deyil. Həli, o əmmamə deyil. Sözün ki, geyim, diqqət, dinin parçası deyildir. Ümumiyyətlə belə deyil, İslamın uniforması yoxdur. Xəlifəlik dinin parçası deyildir.